Deməli, dövlət qurumçusunun etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanunu. Bu qanunun ahad idarəsi. Bu qanun kimlərə şamil edilir? Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə. Bəzən bunu verirlər ki, məsələn, nazirlikdə işləyən bütün şəxslərə. Nazirlikdə işləyən bütün şəxslər dövlət qulluqçusu demək deyil. Məsəl üçün, orada belə deyək də, xadimətçi işləyə bilər. Məsələn, orada gözətçi də işləyə bilər. Amma ümumiyyətlə bu qanunun şamil olduğu şəxslər dövlət qulluqçusu statusuna malik olan bütün şəxslər, yəni yardımçı vəzifədə işləyənlər də, inzibati vəzifədə işləyənlər də bu qanun şamil edilir. Hər bir dövlət qulluqçusuna rəhbər tərəf bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsiplərini, yüksək etik davranış qaydalarını burada diqqətli olun. Bəzən bu qanunun aliliyini hüququn aliliyi deyərək verir testlərdə. Yüksək etik davranış qaydalarına rəhbər tərəf bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanunun məqsədləri nədir? Bu qanun dövlət orqanları və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadın möhkəmləndirilməsi, daha doğrusu artırılması da belə deyək. Dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması. Bəzən burada dövlət qulluqçularının yerinə gətirib dövlət qulluğunun fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması yazır. Tez səhvdir. Dövlət qulluqçularının və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət orqanlarında diqqətli olun. Dövlət orqanları desə korrupsiyadır. Dövlət qulluqçularının isə fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçularının gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması. Burada yazmayıb, qabaqcadan məlumatlandırılması və yaxud da dərhal məlumatlandırılması, yəni burada konkret müddət qoymayıb. Sadəcə yazıb ki, məlumatlandırılması. Dövlət orqanları, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində vətəndaşların, diqqətli olun, burada əksəriyyət vətəndaşdır. Yəni yazın burada, məsələn, yazır ki, burada testlərin bilir ki, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində hər kəsin təsir imkanlarının genişləndirilməsi. Hər kəs deyil axı burada, vətəndaşların təsir imkanlarının genişləndirilməsidir. Və yaxud da vətəndaşların məlumatlandırılmasıdır. Və yaxud da vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadın artırılmasıdır. Yəni burada vətəndaşlar da hər biri. Xidməti davranış, qəbul sualıdır. Bax bu hissə. Xidməti davranış. Xidməti davranış nədir? Qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifənin yerinə yetirilməsinə əlaqədar fəaliyyətidir. Xidməti davranış nəyə əsaslanmalıdır? Qəbul sualıdır. Xidməti davranış nə ilə tənzimlənir? Yəni bunların fərqlərini bilməlisiniz. Xidməti davranış əsaslanır. Bu qanunla müəyyən edilmiş, yəni bu qanun demək nədir? Etik davranış qaydaları haqqında qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanır və nə ilə tənzimlənir? Yenə bu qanun, yəni etik davranış qaydaları haqqında qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Bu qanunda müəyyən olmuş etik davranış qaydalarını dəqiqləşdirən normlar, onlara rəayət olunmasına bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə də müəyyənləşdirilə bilər. Diqqətli olun, burada yazır ki, bu qanunla müəyyənləşdirilə bilər. Yəni digər normativ hüquq aktlarını deyir. Yəni dövlət orqanlarının özünün digər normativ hüquq aktlarıyla da müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquq aktlar bu qanun müddəalarına zidd olmamalıdır. Neçə etik davranış qaydamız var? 15 etik davranış qaydamız var. Vicdanlı davranış. Vicdanlı davranış şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçusunun öz vəzifə borcunu, diqqətli olun, nə olsun, maddənin adı vicdanlı davranışdır. Bəzən bu səmərəli yerinə vicdanlı verir. Xeyr, səmərəli yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu bütün hallarda, bəzən yazır ki, müstəsna hallarında, tez səhvdir. Bütün hallarda hər bir şəxs üçün, yəni yazmır burada vətəndaşlarımız üçün, hər bir şəxsin içərisində fiziki və hüquqi şəxslər gedir. Yəni burada vətəndaş versə tez səhvdir. Hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Peşəkar və fərdi məhsulun artırılması. Bu maddədən fərqləndirməyin yolu, bir də sizə bir söz deyim, imtahanlarda məsələn, soruşur ki, vicdanlı davranışa aiddir, bundan gətirib sualı salır və yaxud da peşəkar və fərdi məhsulun artırılması maddəsinə aiddir. Yəni burada maddə olaraq soruşduğu suallar olur qəbulda. Ona görə maddənin içərisində olan cümlələrin hansı davranış qaydasına aid olmasını bilməlisiniz. Dövlət qulluqçusu öz fəaliyyətində qanunvericiliyin müəyyən olunmuş sahətlər çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur.
Dövlət qulluqçuları, bax, peşkar sözlərindən bunu fərqləndirmək olar. Öz peşkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin, yenə deyirəm, hüquqi və fiziki şəxslərin, vətəndaşların yox, inamını artırmalı və möhkəmləndirməlidir. Loyallıq. Loyallıq nədir? Sadiqlik deməkdir bu sözün mənası. Sadiqlik. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanları onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mühazirədən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Amma nə zaman sən öz rəhbər işçinin tənqid edə bilərsən fəaliyyətini? Qanunsuz fəaliyyətini tənqid edə bilərsən. Diqqətli olun. Bir də bu qayda, yuxarı dediyim, elmi pedaqoji fəaliyyətlə bağlı çıxışlarına və elmi yazılarına şamil olunmur. Dövlət qulluqçusu, dövlət qulluqla bağlı vəzifənin icrasını bir aya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanı nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməlidir. Testlərin birində vermişdi. Dövlət qulluqçusu dövlət orqanı nüfuzunun aşağı sala biləcək hərəkətlərə yol verilməlidir, hansı etik davranış qaydasına qeyd olunur. Əlbəttə ki, loyallıqda. Açıq çıxışlar. Açıq çıxışlar gördünsə loyallıqdır. Yəni, bir də yazır ki, testlərin birində dövlət orqanı tərəfindən axı müəyyən edilib açıq çıxışlar, düzdürmü? Yazır ki, bu qanunla müəyyən edilmiş açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. Bu qanun deyil burada. Dövlət orqanı tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Dövlət qulluqçusu qanunverici ilə, inşallah mən dövlət qulluq haqqında qanun tədrisində deyəcəyik, dövlət qulluqçuların məhdudiyyətləri var. Yəni, orada olan məhdudiyyətlərə əməl etməlidir. Məsələn, rəhbər edicisi olmadan pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Əgər pedaqoji fəaliyyətlə məşğul olmağı hansı etik davranış qaydasını pozmuş sayılır, loyallığı pozmuş sayılır. Yəni, məhdudiyyətlər çoxdur, indi hamısını saymıram. İnşallah dövlət qulluq haqqında qanuna gələndə bu hissəni başa salacağam. Dediyim kimi, məhdudiyyət gördünsə loyallıqdır, açıq çıxış gördünsə loyallıqdır, nüfuzunu aşağı sala biləcəkdə yol verilməlidir, loyallıqdır. İctimai etimad. Dövlət qulluqçusu Azərbaycan Respublikasının və dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, yadda saxlayın, bəzən burada öz adının yerinə yazır ki, dövlət orqanının adını, xeyr, öz adını və şərəfini ucaq tutmağa borçludur. Dövlət qulluqçusu etik davranış qaydaları onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borçludur. Bəzən yazır ki, axı deyir axı burada onun tərəfindən. Bəzən qeyd olunur ki, dövlət qulluqçusu öz iş yoldaşı tərəfindən pozulmuş nəticələri aradan qaldırmalıdır. Əgər öz iş yoldaşı pozulsa, onu aradan qaldırmalıdır. Xeyr, özü tərəfindən pozulması nəticələrini aradan qaldırmalıdır. Plus, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borçludur. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərin fəaliyyəti barəsində ictimaiyyəti məlumatlandıran, yadda saxlayın, təzə dəyişikliklə əvvəlki dəstəklərimizdə media subyektlərin yerinə yazırdı KİVlər. KİV nə idi? Kütləvi informasiya vasitələri. O dəyişiklik oldu və o çıxarıldı. Media subyektlərinin qanunla verilmiş hallarda və qaydada, və yadda saxlayın, nə ilə verilmiş halda? Qanunla verilmiş qaydada, burada qanunvericidən, tez səhvdir. Edilmiş qaydada və halda doğru dürüst məlumat alımlarına köməklik göstərməlidir. Maddə 8. Dövlət qulluqçuları fəaliyyəti insanların hüquq və azadlıqları və qanuni maraqlarının təmin olunmasına xidmət etməlidir. Bəzən burada insan yerinə vətəndaş yazır. Görürsünüz, burada mən qardamışam. Diqqətli olun. İnsanların maraqlarının təmin olunmasının, qorunmasının, müdafiəsinə xidmət etməlidir. Dövlət qulluqçuları insanların hüquq və azadlıqları, qanuni maraqları, diqqətli olun. Ola bilər ki, sənin marağın dövlətin marağı ilə üst-üstə düşməsin. Ona görə hər marağı qorunmalıdır deyilən bir fikir yoxdur. Qanuni maraqları pozan, onların şərəf layiqinin işgüzar nüfuzunu ləkəyə biləcək qərarlara və hərəkətlərə yol verməməlidir. Yəni, yenə deyirəm sizə, qanuni maraqlarınızı pozan. Əgər sizin marağınız dövlət marağına üst-üstə düşmürsə və cəmiyyətə ziyandırsa, bu zaman sənin maraqlarını, belə deyək də, pozan qərarlar qəbul edə bilər də, amma qanuni maraqlarını pozan qərarlar qəbul edə bilməz, yol verilməzdir. Qanunverici nəzarət tutmuş hallarda, yəni hallar istisna olmaqla, bax, diqqətli olun. Bəzən yazır ki, bütün hallarda, yəni, belə də, konfidensiallıq təmin olunmalıdır. Tez səhvdir. Çünki mənə yazır ki, istisnam var da, qanunverici nəzarət tutmuş hallarda, yəni o hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifəsinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf, layiqiyyəti barədə ona məlum olmuş məlumatların konfidensiallığı. Yəni, konfidensiallıq nədir? Məhz
gizliliyini təmin etməlidir. Hüquqi şəxslərdə diqqətli olun. Fiziki şəxsdə işgüzar yoxdur. Görürsün, burada yazılacaq fiziki şəxslər. Konfidensialıq deyirsə, fiziki şəxs qeyd edirsən. Amma hüquqi şəxslərdirsə, işgüzar nüfuz görünürsə, hüquqi şəxs qeyd olunur. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verilməlidir. Mədəni davranış. Sən başqa belə deyək də, bütün şəxslərə, o cümlədən birbaşa, yuxarı rəhbərinə və ya tabeyində olan şəxslərə qarşı münasibətdə nəzir olmalısan. DSNX. DSNX nədir? Diqqətli, səbirli, nəzakətli və xeyirxah. Yəni, bunu DSNX kimi yadda saxlaya bilərsiniz. Maddə 10. Əmr sərəncam və tapşırıqların yerinə yetirilməsi. Qəbul suallarının biri, keçən ilin qəbul suallarının biri məhz bu hissədən olmuşdu. Dövlət qulluqçuları birbaşa yuxarı rəhbərinin qanuna uyğun olaraq, diqqətli olun, yəni bütün hallarda yox, qanuna uyğun olaraq səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmr, sərəncam və yaxud da verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu birbaşa yuxarı rəhbər tərəfindən ona verilən əmr, sərəncamın və yaxud tapşırığın qanuna və yaxud da digər normativ hüquq aktda zidd olmasına əmindirsə, diqqətli olun burada, normativ hüquqi akt deyir, demir normativ xarakterli, normativ hüquqi aktda zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmalı. Bax, biri var tələb, biri var təqdim. Əgər əminsənsə, təqdim etməlisən yazılı əsaslandırmanı kimə? Birbaşa və yuxarı rəhbərə. Bəs tələb etməlisən kimdən? Həmin o əmr, sərəncamı və tapşırığı yazılı şəkildə təsdiq olunmasını. Ücət tələb desə, məhz burada birbaşa rəhbərdir, yuxarı rəhbər yoxdur. Təqdim birbaşa və yuxarı rəhbər, tələb birbaşa rəhbərdir. Birbaşa rəhbərdən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırığın alınmasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna yaxud da digər normativ hüquq aktda zidd olmasına inanmaqda davam edirsənsə, düzdürmü? Həmin əmri, sərəncam və ya tapşırığı yerinə yetirməsindən imtina edə bilərsən. Amma qanuni göstərişləri yerinə yetirilməməsi, diqqətli olun, intizam məsuliyyətdir. Vəbşi etik davranış qaydalarında məsuliyyət intizamdır. Yəni, burada inzibati verər testlərin birində, test səhvdir. İntizam məsuliyyət səbəb olurlar. Qərərsizlik. Dövlət qulluqçusu xidməti vəzifəni yerinə yetirərkən və ya qərar qəbul edərkən qərarsiz olmalı. Bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlakına, qulluq vəziyyətinə, əqdəsinə, ictimai və hər hansısa digər birliyə, mənsubiyyətinə görə, yəni demək istəyir ki, sən hər hansısa bir şəxsə görə, yəni imenli bu saydıqlarıma görə üstünlük verilməlisən. Tamam, o mənim yaxın qohumumdur və yaxud da qadındır və yaxud da kişidir və yaxud da milliyyətcə Azərbaycanlı deyil, yəni yaxud da Azərbaycanlıdır. Bu səbəbə görə hər hansısa bir üstünlük verməyin yol verilməzdir. Və yadda saxlayın, siyasi bir tərəfliyə əməl etməlisən desə, bax, bayaqsa deyirdim, açıq çıxışlardır, qanunvericiyə və ya məhdudiyyətlərə əməl etməlidir, düzdürmü? Bax, bunlar haradadır? Loyallıqdadır. Siyasi bir tərəflik götürsən bunu qərərsizlikdə. Çünki testlərin birində gəlmişdi ki, dövlət qulluqçuların xidməti vəzifəsini yerinə yetirməsi zamanı siyasi bir tərəfliyə əməl etməlidir. Bu, hansı etik davranış qaydasında qeyd olunur? Qərərsizlikdə. Dövlət qulluqçusu özünə və ya maraqlı şəxslərin mənafələrinə onun xidməti vəzifəsini yerinə yetirməsinə təsirinə yol verilməli. Bu cür təsir üçün şərait yaratmamalıdır. Bəzən bu 11.3-ü gətirib verirlər korrupsiyadan. Ümumiyyətlə, belə deyək də, korrupsiyanın qarşısının alınması deyilən bir etik davranış qaydası var. Yəni, gətirib verirlər bunun içərisində. Bax, bu cümlə ümumiyyətlə qərərsizliyə aiddir. Deməli, dövlət qulluqçusu qanun olaraq maddi, qeyri-maddi nemət, imtiyaz, güzəştlər əldə etməyə yönəlmiş hərəkət etməsinə və ya qərarlar qəbul etməsi qadağandır. Dövlət qulluqçuları hərəkətlərində və qərarlarında maddi, qeyri-maddi nemətlər, imtiyaz, güzəştlər əldə etməyə gətirib çıxarmasını istinədən tədbirlər görməlidir. Əgər sən hər hansısa bir əvvəlsiz xidmət göstərirsənsə, tutanmıyorsun deyə asan xidmət, düzdürmü? Asan xidmətdə elə işlər var ki, məsəl üçün, pul ödənmir də, düzdürmü? Məsələn, məhkum olunmağa dair arayış ararsansa, onunla bağlı pul ödəmirsən. Yəni, məbləğ ödəmirsən. Yəni, bu ödənişdirsə, yəni əvvəlsiz bəlkə xidmətdirsə, səndən hər hansısa bir haqq tələb edə bilməz. Əgər haqq tələb edilərsə, dövlət qulluqçusu hansı etik davranış qaydasını pozmuş sayılır? Məhz bunu. Maddi, qeyri-maddi nemətlər, imtiyazlar, güzəştlərin əldə edilməsinə yol verilməsi etik davranış qaydasını pozmuş sayılır. Amma ola bilər ki, əgər sənin göstərdiyin bir iş, bəlkə müəyyən bir dövlət tərəfindən müəyyən edilən qiyməti varsa, yəni ödənişi varsa, düzdürmü?
o ödənişdən artıq hər hansısa bir haqq tələb edilə bilməz. Diqqətli olun. O ödənişdən artıq hər hansısa bir haqq tələb edilə bilməz. Bəzən burada testlərin birində görəcəksiniz, haqqın yerinə ödəniş yazıblar. Yəni burada ödəniş yox, haqq tələb edilə bilməz. Sonra artıq haqq tələb edilə bilməz. Diqqətli olun testlərdə. Korrupsiyanın qarşısının alınması. Dövlət qulluqçusu qanunsuz maddi, qeyri-maddi nemət, imtiyazlar, güzəştlər təşkil olunduğu hallarda dövlət qulluqçusu onlardan imtina etməlidir. İlk növbədə nə edir? İmtina edir. Maddi, qeyri-maddi nemətlər, imtiyazlar. Onlar da birdən səndən asılı olmayan səbəblərdən verilərsə. Bu zaman nə edirsən? Birbaşa rəhbərinə məlumat verirsən. Dövlət orqanının rəhbərinə yox ha. Birbaşa rəhbərinə məlumat verməlisən. Maddi, qeyri-maddi nemətlər, imtiyazlar dövlət qulluqçusunun qulluq keçirir. Dövlət orqanına akt üzrə təhvil verilir. Təhvillərdən biri dövlət qulluqçusu qulluq keçirir dövlət orqanında olan əqidlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz. Yəni bunu belə deyim, əqidlər sözünün mənası müqavilə deməkdir. Bunu dərsdə məndən soruşun. Dərsdə bunu qəşəng lorda baş salacağam. Bu əqidlər söhbəti nədir deyə. Niyə deyirəm dərsdə məndən soruşun? Görün video izahları kim baxır, kim baxmır deyə. Ona görə. Əqidlər müqavilə deməkdir. Və dövlət orqanında olan hər hansısa bir müqavilədə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz. İndi bunun lorda bir dənə misal deyəcəm sizə öz dərsinizdə. Soruşarsınız məndən mütləq, yadınızdan çıxmasın. Hədiyyə almaqla qədər məhdudiyyətlər. Dövlət qulluqçusu zaten biz bilirik ki, korrupsiyada belə deyək də dövlət qulluqçusu xidməti vəzifənin qərarsiz icrasına təsir edə bilən və ya bu cür təsir üçün təsərrüfat yaradan və onun vəzifənin icrası müqabilində mükafat qismində verilən bu cür mükafat, təsərrüfat yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb və qəbul edə bilməz. Yəni, əgər biz deyək ki, zaten korrupsiyada 55 manatdan yuxarı hədiyyə qəbul edə bilməzsində bir il ərzində, düzdürmü? Amma məsəl üçün, sizə belə başlayalım, tutalım sənə bir gətirib 1 manat pul verirlər ki, mənim işimi aşır. Nə olsun bu 1 manat 55 manatın aşağıdan? O 1 manatı nəyə görə qəbul edirsən? Müəyyən bir məsələni aşırmaq üçün. Yəni, qanunsuz belə deyək də kömək etmək üçün. Düzdürmü? Uca bu hədiyyə salmıraq, uca bu sənə korrupsiya sayılır. Və yaxud da 50 qəpik versə belə sənə korrupsiya sayılır. Amma əgər sən bir işi görmüsən, düzdürmü? Qanun çərçivəsində bir iş etmirsən və o işin nəticəsində sənə bir il ərzində 55 manata qədər hədiyyə verilə bilər. Amma 55 manatdan yuxarı hədiyyə qəbul edə bilməzsən. Əgər qərara gələ bilmədiyin hallarda bəs kimin rəyini öyrənməlisən? Birbaşa rəhbərin rəyini öyrənməlisən. Maraqların toqquşması. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir. Qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Dövlət qulluqçuları xidməti vəzifə ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda ola bilər sənin şəxsi marağınla xidməti vəzifə arasında ziddiyyət yaranır. Bu zaman nə etməlisən? Qanunvericiliyə müvafiq dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonraki dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borclusan. Dövlət qulluqçusu başqa vəzifəyə bax, biri var dövlət orqanı rəhbərinə məlumat vermək. Bir də var ümumi bu maddənin içərisində müraciət etmək. Dövlət orqanı rəhbərinə məlumat verməlisən nə ilə bağlı? Başqa vəzifəyə, belə deyək də, keçməklə əlaqədar təkliflərdə maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə dövlət orqanı rəhbərinə məlumat verməlisən. Dövlət qulluğuna xitam verdikdən sonra dövlət qulluqçusunun qanunverici müəyyən edilmiş müddət ərzində diqqətli olun. Burada qanunvericiliklə müəyyən edilmiş müddətdir. Bu qanundan yox. Belə bu müddət isə 6 aydır. Yəni 6 ay ərzində əvvəllər fəaliyyətini nəzərət etdiyiniz idarə, müəssisə, təşkilat və onların bölümlərinə işə qəbul edə bilməzsən. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması qanunvericilikdə burada. Bu qanundan yox. Qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. Yəni, digər tədbir desə, zaten görünürdə buradakı tədbirlərdən başqa. Digər tədbir onda nə olacaq? Qanunverici olacaq da. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən, siz vəzifəyə təyin edilərkən olar, normativ hüquqi və normativ xarakterli aktlarla tanış olursan. Hansı aktlardır onlar? 1. Etik davranış qaydaları, korrupsiya qarşı mübarizə, maraqların toqquşmasının qarşısının alınması ilə testlərin birinə vermişdi qəbulda. Yalnız normativ hüquqi aktlarla tanış olub. Test səhvdir. Normativ hüquqi ilə tanış ola bilərsən, normativ xarakteri aktla da tanış ola bilərsən. Bu aktlara əməl edilməsi bağlı hər hansı suallar yarandıqda, görürsünüz, bayaq məlumat verildi nə ilə bağlı? Başqa vəzifə keçməklə bağlı dövlət orqanı rəhbərinə.
Amma bu yuxarıda sadaladığım aktlarla bağlı sualın yaranarsa, müraciət etməsən kimə? Birbaşa və yuxarı rəhbərə. Bəzən bunun yerini dəyişib verirlər. Yazırlar dövlət orqanı rəhbərinə müraciət etməlisən. Tez səhvdir. Birbaşa və yuxarı rəhbərə müraciət etməlisən. Əmlakdan istifadə. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi texniki təzə davranışlarından qənaətlə və səmrəli istifadə etməlidir. Dövlət qulluqçusu dövlət əmlakından, maliyyə vəsaitindən, rabitə, kompüter, digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və maddi texniki təzə davranışlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifənin icrası ilə əlaqədar olmayan, diqqətli olun, icrası ilə əlaqədar olan yazar, icrası ilə əlaqədar olandısa istifadə edə bilərsən həmin o əmlakdan. Amma olmayandısa istifadə edilməsi qadağandır. Bəzən bu olanı olmayan kimi din verə bilir. Əmlakdan, məlumatdan istifadə. Bəzən bunu ictimai etimaddan qatışdırıb verirlər. Diqqətli olun. Bununla ictimai etimadı fərqləndirin oxuyarkən. Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatları qanunvericilikdir. Bu qanun deyil. Qanunverici müəyyən olmuş qayda əldə olunması və yayılmasının mümkünlüyünü təmin etməlidir. Xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. Amma nəyinə müəyyən olmuş xidmət informasiyadır? Bəzən yazar bu qanun tez səhvdir. Dövlət orqanında müəyyən olunmuş xidməti informasiya təqdim edilmə qaydalarına əməl etməlidir. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün də istifadə edə bilməz. İctimai və siyasi fəaliyyət. Bax, qanunvericidə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və siyasi birliyə üzv olmaq hüququna maliksə, yəni sən yapın üzvü ola bilərsən, problem deyil. Dövlət qulluqçusu ictimai və siyasi fəaliyyətə yaxud da ictimai və siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifənin qərərsiz, obyektiv yerinə yetirdiyinə diqqətli olun, ictimai şübhə doğrulmamalıdır. Yəni, ictimai etimad yox da, ictimai şübhə doğrulmalıdır. Bir də sizə bir söz deyim, bir dəfə qəbulların birinə gəlib, yazmış ki, ictimai rəy söhbətini vermişdi. Etik davranış qaydalarında ictimai rəy deyilən bir şey yoxdur. İctimai etimad var, bir də ictimai şübhə var. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularının ictimai və siyasi birliklərinə, dini təşkilatların fəaliyyətinə iştiraka təhrik etməlidir. Dövlət qulluqçusu dövlət orqanlarının ictimai siyasi birliklərinin, dini təşkilatların struktur bölümlərini yaratmaq yaxud da həmin orqanların göstərilən struktur bölümlərinin yaradılmasına yardım etmək qadağandır. Amma həmkarlar ittifaqı içində olmaqla, yəni həmkarlar ittifaqı dövlət orqanı daxilində yaradıla bilər. Amma yapdı, yaxud da digər partiyaya aid olan hər hansısa bir struktur dövlət orqanı tərkibində yaradıla bilməz. Dövlət qulluqçusu seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların bloklarından xeyrinə istifadə etməsi qadağandır. Təminatlar sistemi. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu, bax diqqətli olun, davranışının deyir, demir xidməti davranışının, deyir davranışının yəni. Sənin davranışının etik davranış qaydalarına uyğunluğu kim tərəfindən təhlil edilir? Özü, birbaşa, yuxarı rəhbər tərəfindən müntəzəm olaraq təhlil edilir. Dövlət qulluqçusu onun birbaşa yuxarı rəhbər tərəfindən bu vəsildə nəzərdə tutulmuş tədbirlərdə görülür. Etik davranış qaydalarına əməl olunmasına nəzarət. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri xidməti qaydada. Xidməti qayda desə dövlət orqanı rəhbəridir. Tabeçilik desə yuxarı orqan. Məsəl üçün deyək ki, Əmək Əhalinin Sosial Müdafiə Naziri. Düzdürmü? Nazir də dövlət orqanı rəhbəridir. Nə cür etik davranış qaydalarına əməl olunmasına nəzarət edir? Xidməti qaydada. Amma desəm ki, məsələn, Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeyində olan əmək müfəttişliyi xidmətinə Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi, yəni yuxarı orqanda həmin orqanın nə cür həyata keçirir? Tabeçilik əsasında. Yəni yuxarı orqan öz aşağı orqanına nəzarəti tabeçilik əsasında həyata keçirir. Bir də etik davranış qaydalarının tətbiqində bu sayədə maarifləndirmə, mübahisələrin həlli məsələlərin məhsul olan etik davranış üzrə müvəkkil təyin edilir. Təzə dəyişiklikdir bu. Müvafiq icra hakimiyyət orqanı. Burada müvafiq icra hakimiyyət orqanının yaratdığı qurum dedikdə, prezidentin yaratdığı qurum DİM nəzərdə tutulur. Yəni Dövlət İmtahan Mərkəzi.
Dövlət İmtahan Mərkəzi etik davranış qanununa əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir. Etik davranış üzrə müvəkkil rəhbər vəzifə üzrə 3 ildən az olunmaqla, rəhbər vəzifə deyir ha. Məsəl üçün şöbə müdürü, aparat rəhbəri, şöbə müdürü müavini, yəni bu kimi vəzifələrdə azı 3 il çalışmalıdır. 5 ildən artıq isə dövlət qulluğunda inzibati vəzifə. Birdən yazar ki, dövlət qulluğunda staj olmalıdır. Dövlət qulluğunda olan staj hansı vəzifədə staj olmalıdır? İnzibati vəzifədə olmalıdır da. Düzdür, yardımçı vəzifə dövlət qulluqçu sayılır. Amma ümumi məndən tələb edilən vəzifə hansıdır burada? İnzibati vəzifələrdə qulluq keçən, yüksək mənəvi keyfiyyətlərə malik olan etik davranış üzrə müvəkkil ola bilərlər. Etik müvəkkil. Yadda saxlayın. Bunu bəzən dövlət orqanı rəhbəri tərəfindən nəzarətlə qatışdırıb verə bilər. Təzə dəyişiklikdir, böyük ehtimal sizin imtahanın bu sual kimi olacaq aprel imtahanında. Deməli, etik müvəkkil neyinir? Bu qanunla müəyyən olunmuş etik davranış qaydalarına əməl olunmasının vəziyyətini öyrənir, etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və onları aradan qaldırması ilə bağlı dövlət orqanı rəhbərinə demirə özü aradan qaldırır. Görürsən, təhlil edir. Təhlil edən sonra neyinir? Dövlət orqanı rəhbərinə təklif verir və tövsiyələr verir. Aydınmı? Özü heç nə aradan qaldırmır. Dövlət qulluqçularına, digər şəxslərin etik davranış qanunun pozulması ilə bağlı daxil olan müraciətlərə baxır. Daxil olan müraciətlərin irəli gələn məsələlərin həlli üzrə yenə bax, görürsən, özü baxır ha. Amma oradakı məsələni aradan qaldırmır. Deyir ki, rəhbərə təklif verir, tövsiyə verir və təqdimat verir. Aydınmı? Həlli üçün. Yəni də bunu edən kim olur? Rəhbər olur da, özü etmir buna. Dövlət qulluqçularının etik davranış qanununa bağlı maarifləndirməsi üçün tədbirlər görür. O cümlədən etik davranış qanununun tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır, təlimlərin təşkilində iştirak edir. Bəzi yazar ki, təlimlərin keçirilməsi ilə bağlı təklif verir, tövsiyə verir, diqqətli olun. Burada özü birbaşa edir bunu. Təlim proqramı hazırlayır, bir də təlimlərin təşkilində iştirak edir. Yəni birbaşa bunun təması var. Etik davranış qanununun pozulmasının qarşısının alınması istiqamətində profilaktika tədbirləri görür. Etik davranış qanununun pozulmasının faktları üzrə dövlət orqanı rəhbərinə məlumat verir. Dövlət qulluqçularının etik davranış qanununa bağlı normativ hüquqi bazanır. Bəzən ki, normativ hüquqi və ya normativ xarakteri bazanır. Diqqətli olun. Burada normativ hüquqi bazanın təhkimləşdirilməsinə dair demir, özü təhkimləşdirir. Deyir, təhkimləşdirilməsinə dair təkliflər verir. Dövlət orqanı rəhbəri tərəfindən nəzarətə gələyindir. Baxın, bunun mütləq şəkildə belə deyək də, fərqlərini birər oxunmuş olar. Yəni, diqqətli olun, bunları bir-birinə qatıb verə bilər testlərdə. Dövlət orqanları etik davranış qanununa əməl olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata keçirir. Bax, nəzarəti deyəndə bayaqdan deyirdik ki, xidməti qaydada dövlət orqanının rəhbəri, tabe hissəsində yuxarı orqan, din nizamnaməsi ilə düzdürmü? Əgər cümlənin içərisində xidməti qayda yoxdur, və ya da tabeçi sözü yoxdur və yaxud da necə deyim, nizamnamə sözü yoxdur, bu zaman nə olacaq? Nəzarət edən kim olacaq etik davranış qaydalarına? Bu cümlələr yoxdursa, götürürsən həmin orqanların müvafiq qurumları. Yəni, qabağınıza testlərin birində bu cümlə imini testdə verəcəklər və səhv işləməyin. Dövlət orqanı rəhbəri tabeliyində olan dövlət qulluqçularının xidməti davranışların bu qanunla, diqqətli olun, qanunvericilik yox, bu qanunla müəyyən olunmuş etik davranış qanununa uyğunluğunu nəzarət etməli, onun təhlilini aparmalıdır. Sizə bir söz deyim, bayaq deyirdik ki, təhlil söhbətində davranışın deyirini, düzdürmü? Bax, deyim ki, xidmətə davranış yox, davranışın uyğunluğunu təhlil kim aparır? Özü birbaşa yuxarı rəhbər, amma xidməti davranışının etik davranış qanununa uyğunluğunu kim aparacaq? Dövlət orqanı rəhbəri. Diqqətli olun, xidməti davranış desə, dövlət orqanı rəhbəri götürsən, davranış desə, götürsən özü birbaşa və yuxarı rəhbər. Öz davranışı ilə etik davranış qanununa əməl olunmasının nümunəsi göstərməlidir. Tabeyində olan dövlət qulluqçuları arasında diqqətli olun, yazır ki, səlahiyyət bölgüsü aparılmalıdır. Xeyr, vəzifəyə uyğun olaraq vəzifə bölgüsü aparılmalıdır, səlahiyyət bölgüsü yox. Tabeyində olan şəxslərin hüquq və hamılıqqa qəbul edilmiş etik normalarına zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməlidir. Rəhbərlik etdiyi dövlət orqanları onların sütun bölmələrinin kadrların seçilməsi və yerləşdirilməsi zamanı bu qanunun tələbləri yox ha. Yəni, bayaqdan görürsünüzmü, etik davranışda biz kadrların seçilməsi ilə bağlı hansısa bir
məsələni danışmalıdır, düzdürmü? Ona görə burada bu qanun olmayacaq, qanunverici olacaq. Qanunvericinin tələblərinə əməl etməlidir. Etik davranış qanunu pozulmasının qarşısı alınması və profilaktikası üzrə tədbirlər görməlidir. Tabeyindan dövlət quruluşuna etik davranış qanunu icra etməli. Müraciət olduğu təqdirdə etik davranış qanununa əməl olunmasına dair tövsiyələr verməlidir. Demirik, bütün hallara tövsiyə verməlidir. Müraciət olduğu təqdirdə tövsiyələrini verməlidir. Öz səlahiyyətləri çərçivəsində bu qanuna müəyyən olmuş etik davranış qaydalarına onların əməl olunması ilə bağlı təminatları konkretləşdirən, yadda saxlayın, təminatları konkretləşdirən, yəni belə deyim də sizə, imenli bu konkretləşdirən yerini, yəni bu sözü çıxardıb başqa bir söz verə bilər və ya normativ hüquqini yazar ki, məsələn, yalnız normativ hüquqi aktlar işləyib hazırlamaq və təsdiq etməlidir. Xeyr, yalnız yox. Soruşsan, burada möhtəzənin içərisində və yası da var. Normativ xarakter aktlarda işləyib hazırlamalı və təsdiq etməlidir. Etik davranış qanunu pozan dövlət qulluqçusu intizam məclisinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Etik davranış qanunu dövlət qulluqçusu tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək, hüquqlarına malik olmaları barədə vətəndaşları, təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir. Diqqətli olun. Axırıncı qəbulda məhz buradan sual gəlmişdi. Bax, bu cümləni çıxardıb yazmışdı. Tədbirlər görməlidir. Nə üçün? Vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün də. Düzdürmü? Etik davranış qanunu pozulması hallara bağlı həyata keçirilmiş tədbirlər barədə burada fikir verin. Burada təşkilat vətəndaşdır. Amma ikinci cümlədə 21.2.11-dən 21.2.10-u fərqləndirilməyə bilməlisiniz. Tədbirlər görməli dedik, vətəndaş və təşkilatı məlumatlandırmaq üçün. Bəs məlumatlandırmalıdır kimləri? Vətəndaşı, təşkilatı və dövlət orqanları. Burada üçünün adını qeyd etməlisən. Etik davranış qanunu pozulması nəticəsinin aradan qaldırılması, habelə dövlət orqanlarında ictimai şübhə yox ha. Diqqətli olun, ictimai etimadın və yaxud da ictimai rəy versə tez səhvdir. Yəni rəy söhbəti yoxdur bu etik davranış qaydalarında. İctimai etimadın artırılması üçün tədbirlər görməlidir. Etik davranış qanununa əməl olması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr həyata keçirilməlidir. Etik davranış qanunu pozulması dövlət qulluqçusunun intizam məclisinə cəlb edilməsi üçün əsasdır. Yəni, dövlət qulluqçusunun intizam məclisinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Gələk bu hissində nə zaman intizam icraatı başlanıla bilər? Demir, imenli bu 3 dənə məsələdən sonra səni intizam məclisinə cəlb edirəm. Deyir, başlanıla bilər. Allah bilir, onun işin sonunda bu intizam məclisi olacaq, yoxsa olmayacaq deyə. Ona görə, yasa ki, məsələn, bu qanun müddəalı dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və digər məlumatların verilməsi. Yasa ki, məsələn, bu hallarda intizam icraatına cəlb olunur. Axı, tez səhvdə axı, sadəcə intizam icraatı başlanılır. Bəlkə bu araşdırmanın nəticəsində dövlət qulluqçusunun heç bir səhvi yoxdur. Ona görə diqqətli olun, intizam icraatı başlanılır bu hallarda. Hüquqi və fiziki şəxslər tərəfindən şikayət və digər məlumatların verilməsi, mediada dövlət qulluqçuları tərəfindən bu qanun müddəanın pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi. Bu media təzə dəyişiklikdir. Əvvəl burada verirdilər kivlərdə. Bu mediadır. Bu qanun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulmasının etik davranış üzrə müvəkkil tərəfindən müəyyən edilməsi. Yəni də intizam icraatı başlanıla bilər. Demir, intizam icraatı cəlb olunur. Sadəcə başlanıla bilər. Diqqətli olun testlərdə. Bir də əgər əməldə cinayət olarsa, dediyim kimi, nə edirsən cinayət təqib orqanına məlumat verməlisən. Amma korrupsiyada əməldə inzibati və cinayət varsa, hüquq mühafizə orqanları idi. Amma burada cinayət təqib orqanına məlumat verirsən. Bu qanunda nə zaman qüvvəyə minib? Dərc edildiyi gün.